Bu transfer siyasəti Musa Qurbanlı gəldi, Hamidou Keita getdi, qayıtdı Musa Qurbanlı. Sonra qışda Kadi Borges gəldi. Junior'u satdı 5 milyona rekord sayda. Bu mövsümki nisbətən zəif çıxışlarına baxanda istərsiniz tənqidi fikirlər ortaya çıxır. Amma nə gözəl da yaxşı ola bilər. Qrupa düşən komandaya, qrupa düşüb ha komanda. Biz deyirik ki, nəsə zəif alındı. Bu çox yaxşı kimi çox gözəl bir şeydir. Əlbəttə, əvvəl deyirdik ki, bir dənə etap keçirik, keçə bilmirik. Nə etapı? Qol vurmağı sevinirik. Atak eləyə bilmirdik. Qol vuranda biz sevinirik. Atak indi biz bütün rəqiblər deyək ki, Avropada rəqiblər bizdən ücə çəkinirlər. Qarabağ gəlir, adı var, Qarabağ oynayıb çempionlar liqası. Neftçi, Azərbaycan başa düşdün necə hər tərəfli də başa düşdün futbol deyək ki, cəmiyyətində avtomatik bizi sayılırıq. Əvvəl deyirdilər ki, Azərbaycan 5 dənə var. Həm 4 dənə var. Əvvəl elə idi də bura. İndi şükür Allah ki, onu aşılamışıq. Qarabağ eləyik. İndi bizim yenə milli komandamız. İndi o fikir nə hardadır Azərbaycan çempionatında?